Salam uşaqlar, biz bugün məntiq dərsimizin 123 və 124-cü səhifələrini keçəcəyik. Gəlin suallarla bir-bir tanış olaq. T, Y, N, O. Burada təkrarlanan yoxdur. O, Y, Y. Burada təkrarlanan var, amma hər ikisindən də 2 dənədir. 2, 2, 4, 4. Müəyyən edə bilmirik. Y, N, O. Baxın, burada təkrarlanan 2 dənə O var. 4, 8, 4, 2. Təkrarlanan 2 dənə 4 var. Deməli, O'lar oldu 4. O'lar oldu 4. Onda O'lar 4 olursa, Y'lar olur 2. Y'lar olur 2. İndi burada nə alındı? 424 birləşdirdik. Axırı 24 ilə qutaran buradadır. Onda N olur 8. 248 buradadır. Yerdə bir dənə 542 qaldı. Onda T da olur 542. İndi bizdən bunların rəqəmlərinin yerinə qoyulmağını istəyir. Y 2-dir. O 4-dür. T 5-dir. Y 2-dir. Alınır nə? 24 və 52. O da var A bəndində. İkinci sual. Deməli, çərçivələr verilib bizə. 4 yerə bölünüb. Birinci çərçivədə bu hissədədir. Qatlanmış yer. İkinci çərçivədə burada. Üçüncü də burada. Baxın, saat əqrəbi istiqamətində gedir. Onda dördüncü çərçivədə baxın, bax, burada olacaq. O da hansı bənddə verilib? A bəndində. 25-in üstünə neçə gələndə 57 eləyir. Tapmaq üçün əvvəlcə 57-dən 25-i çıxırıq. 7-dən 5 çıxanda qalır 2. 5-dən də 2 çıxanda qalır 3. İndi o şəkillərin yerinə həmin rəqəmləri yazırıq. İndi 3-ün üstünə neçə gələndə 4 eləyir? 1. Onda bu da 1-dir. 1-in üstünə də 2, 3. Bu da oldu 1. Alınır. 32 çıx 21. 2-dən 1 çıxırıq. 1. 3-dən də 2 çıxırıq. 1. Cavab 11. Dördüncü sual. Fiqurların tərəfləri qədər toplayacağıq. 8 üstə gəl 3. 11. 11 üstə gəl 4. 15. 15 üstə gəl 5. 20. 20 üstə gəl 6. 26. Bizdən də son nəticəni istəyir. O da edir 26. Beşinci sual. 876 9 olub. 459 0 olub. 825 5 olub. 633 neçə olacaq? Uşaqlar, burada rəqəm olaraq baxacağıq hamısına. 8 ilə 7-ni toplayırıq. 15. 6-sını çıxırıq. 9. 4 ilə 5-i toplayırıq. 9. 9-dan 9 çıxırıq. 0. Görürsünüz, alınır cavablar. 8-in üstünə 2 gəlirik. 10. 10-dan 5-i çıxırıq. 5. Üçündə də məntiq eynidir. 6-nın üstünə 3 gəlirik. 9. 9-dan 3 çıxırıq. Cavab eləyir 6. O da var D bəndində. Qatarı tapmalıyıq və sonra B-ni tapmalıyıq. 12, 16, 4. Deməli, burada nədir? 12 ilə 4-ün cəmi eləyir 16. 8 ilə 7-nin cəmi eləyir 15. İndi buradan A-nı tapaq. 2 dənə A 16-dır. Hansı ədədin 2 qatı 16-dır? 8-in. Deməli, A olan yerə yazırıq 8. İndi 5 ilə B-ni toplayırıq. 5 ilə B-ni toplayırıq. Eləyir 8. Onda B neçədir? Uşaqlar, tapmaq üçün 8-dən 5-i çıxırıq. O da eləyir 3. Gəlin əvvəlcə buradakı ədədləri yazaq. 3, içində 3, çölündə 3 eləyir 6. İçində 5, çölündə 4 eləyir 9. 6 o da 2, 8. 12 o da 5, 17. 16 o da 4, 20. Bunu bilmirik və bizdən də bunu istəyir. İndi 9 ilə, bax görürsün, indi qabağında da ədədlər verib. 9 ilə 6-nı neynəsə 3 eləyər? Çıxsaq. Deməli, sağdan sola çıxırıq. 9 çıx 6, 3. 17 çıx 8, 9. 20-dən neçəsə çıxmışıq, 5 qalıb. 20 çıx sual bərabərdir 5. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. O da eləyir 15. İndi 15 aşağıda tapmalıyıq. 11 o da 6. 17. 10 o da 5.
15. Elə B bəndindədir. 8 o da 4, 12. 2 o da 3, 5. Düzgün cavab B bəndində verilib. 7. 7-dən diyez çıxıb 8 qalıb. 7-dən nəsə çıxanda 6, 5, 4, 3, 2, 1, 0 qala bilər. Yəni özündən böyük qala bilməz 7-dən çıxırıqsa. Deməli bu 7 deyil. Neçədir? 17. Deməli buradan bir pay götürmüşük. 17-dən neçə çıxanda 8 qalır? 9. Buradan da bir pay götürmüşük. 6'ın üstünə 1 7 eləyir və bir payı da götürməsəydik, 6'ın üstünə 1 eləyir 7. Bir payı da götürməsəydik neçə eləyərdi? 8. Deməli, ulduzlar olur 8, diyez olur 9. İndi gəlin bu tapdığımız misalı yoxlayaq. 87 çıx 19. Görək 68 alınır. 7-dən 9 çıxmaq olmur. 8-dən pay götürürük. 7, 7-yə pay veririk 17. 17-dən 9 çıxırıq. 8, 7-dən də 1, 6. Gördünüz, düzdür. İndi bizdən deyir ki, 98-dən 88-i çıx. 8-dən 8, 0, 9-dan 8, 1. Bütün figurları tapdıq. İndi onları yerinə qoyuruq. 1, 8, 9 və bizdən bunların cəmini istəyir. 9 ilə 1 eləyir 10, o da 8, cavab eləyir 18. Figurların sayını tapmaq. Sayacağıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Deməli, birincidə nə qədər var? 32. Üstə gəlirik bu birisini. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 32'nin üstünə gəlirik. 14'ü. 2'nin üstünə 4. 6, 3'ün üstünə 1, 4. Cavab eləyir 46. Deməli uşaqlar, burada deyir ki, yuxarıdakı şəkil aşağıdakı parçalardan hansı ilə birləşdirilsə dairə yarana bilər. Bunun özünü dairə formasına gətirək. Belə bir dairə. Deməli, dairədə nə alınır? Baxın, belə bir hissə. İndi həmin hissəni rəngləyəcəm ki, bilək dəqiq nədir? Bütün yaşamını götürək. Dairəyə tamamladım və özüm onu neylədim? Rənglədim. İndi görək bu rənglədiyim hissə aşağıdakilərdən hansına oxşuyur? Hansına oxşuyur uşaqlar sizcə? Aşağısı düzdür. Bunun aşağısı əyridir, düzdür. C bənd. C bəndindəki figura bənzəyir. Çünki qırmızıdakı çıxıntılar düzgün deyil. Mavidəki çıxıntılar düzgün deyil. Narıncındakı çıxıntılar da düzgün deyil. Çıxıntılar da düzgün olmalıdır. 11-ci sual. Bir qatlanmış kağızı açsaq, hansı figur alınır? Kvadrat, dairə, yarım dairə, yoxsa düzbucaqlı? Əgər bunu buradan belə açsam, bunu açdım. Bunu da bu tərəfini açsam, açdım. Nə əmələ gəldi uşaqlar? Dairə. O da var B bəndində. A'da nə edirik? A'nın üstünə 5 gəlirik, 3 çıxırıq. B'də 18-dən B'ni çıxırıq. Birinci bizə A verib. Yəni pomidorun yanındakı 5'dir. Bura 5'i qoyduq. 5'in üstünə 5, 10, ondan da 3 çıxırıq, 7. Deməli, buradan alındı 7. İndi 7 bibərə aiddir. Bibərin yanındakı da B'dir. B'ni də qoyuruq bura. Nə alınır? 18 çıx 7. O da eləyir 11. Bugünkü tapşırıqlarımız bu qədər. Hansı tapşırığa başa düşməsək, şərh bölməsində qeyd edək.